Ürəkdən salamlayıram, ürəkdən təbrik edirəm. Masazlıq qəsəbəsində yeni məcburi köçkünlər üçün qəsəbə salınıbdır. Bu qəsəbənin açılışını biz bərabər qeyd edirik. Çox gözəl hadisədir. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Qəsəbə demək olar ki, ən yüksək standartlar əsasında tikilmişdir. Gözəl, yaraşıqlı mənzillər var, gözəl məktəb, uşaq bağçası, tibb məntəqəsi, bütün infrastruktura yaradılmışdır. İşıq, qaz, su, istilik, yollar salınmışdır. Yəni, bu qəsəbədə rahat yaşamaq üçün bütün imkanlar var. Və bu qəsəbənin istifadə verilməsi bir daha Azərbaycan dövlətinin siyasətini əks etdirir. Bizim siyasətimiz isə ondan ibarətdir ki, hər şey Azərbaycan vətəndaşı üçün olmalıdır. Və məcburi köçkünlərin problemlərinin həlli bütün dövrlərdə diqqət mərkəzində olur. Birinci qəsəbə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmışdır. O vaxtdan bugünə qədər 77 qəsəbə tikilmişdir. Bu qəsəbə 78-cidir. Və burada yeniliklər də çoxdur, hündür mərtəbəli binalar tikilmişdir. Və əminəm ki, gələcək illərdə bu siyasət uğurla davam etdiriləcək. Çünki Azərbaycanda bütün istiqamətlər üzrə Ulu Öndər Heydər Əliyev siyasəti davam edir. O cümlədən məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması məsələləri də öz həllini tapmaqdadır. Müvafiq sərəncamlar imzalanmışdır, proqramlar qəbul edilmişdir. Proqramlar çox dəqiqdir və ən önəmli məsələ ondan ibarətdir ki, bu proqramlar vaxtında icra edilir. Keçən il 20 min məcburi köçkün öz yaşayış şəraitini yaxşılaşdırmışdır. Bu ildə ən azı 20 min köçkünün yaşayış səviyyəsi yaxşılaşdırılacaqdır. Bundan sonraki illərdə də bu işlər görüləcəkdir. Dövlət bu istiqamətdə öz siyasətini uğurla aparır. Bu il bütün mənbələrdən məcburi köçkünlərin problemlərinin həlli üçün 600 milyon manata qədər vəsait nəzərdə tutulmuşdur. Bu məbləğin 300 milyondan çox bir hissəsi yeni qəsəbələrin tikintisinə sərf ediləcəkdir. Keçən ilin sonunda Müşüqəbad qəsəbəsində buna oxşar qəsəbənin açılışını biz qeyd etmişik. Bu isə buradayıq. Bundan sonra Mingəçevirdə, Gəncədə, başqa şəhərlərdə yeni qəsəbələr tikiləcəkdir. Azərbaycan dövləti bütün bu istiqamətdəki işlərini ardıcıllıqla həll edir. Bilirsiniz ki, birinci mərhələdə ən ağır vəziyyətdə yaşayan soydaşlarımız, çadır şəhərciklərində yaşayan soydaşlarımız əlbəttə ki, diqqət mərkəzində idi. O proqramı biz uğurla və vaxtından əvvəl icra edə bilmişik. 2007-ci ildə sonuncu çadır şəhərciyi ləğv edilmişdir. Ondan sonra bəyan edilmişdir ki, Fin qəsəbələrində yaşayanlar, yataqxanalarda, məktəblərdə, uşaq bağçalarında yaşayan məcburi köçkünlərin də məsələləri öz həllini tapacaq və artıq bu istiqamətdə də çox vacib işlər görülmüşdür. Bu il Fin qəsəbələrinin tamamilə ləğv edilir və yataqxanalarda məskunlaşmış köçkünlərin də artıq belə qəsəbələrlə köçürülməsi prosesi başlamışdır. Bakı Dövlət Universitetinin, Dövlət Neft Akademiyasının yataqxanalarında məskunlaşmış vətəndaşlar, o cümlədən də siz, bax, bu gözəl qəsəbələrə artıq köçürülürsünüz. Bir də demək istəyirəm ki, bu dövlət siyasətinin təzahürüdür. Azərbaycanda çox güclü sosial siyasət aparılır və bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Və məcburi köçkünlər ən çox əziyyət çəkən insanlardır. Erməni işğalından sonra siz uzun illər çox ağır şəraitdə yaşamısınız. Məcburi köçkünlərin bəziləri hələ də ağır şəraitdə yaşayır. Biz bunu bilirik. Və bütün bu məsələləri ardıcıllıqla həll edirik. Əlbəttə, imkan daxilində. İlk illərdə maliyyə imkanlarımız o qədər də böyük deyildi, amma buna baxmayaraq Dövlət Neft Fondundan birinci ödəmələr
Ulu Öndər Heydər Əliyevin göstərişi ilə məcburi köçkünlərin problemlərini həll etmək üçün sərf edilmişdir. O vaxt hələ bizim maliyyə imkanlarımız məhdud olduğu bir dövrdə birinci böyük vəsait məcbur məqsədlərə istiqamətləndirilmişdir. Və bugün əlbəttə ki, bizim iqtisadi və maliyyə imkanlarımız böyük dərəcədə artmışdır və ona görə də görülən işlərin həcmi də artmışdır. Yenə də deyirəm, təkcə bu il 600 milyon manatdan çox vəsait bu məqsədlər üçün sərf ediləcəkdir. Bu böyük məbləğdir. Ancaq o da həqiqətdir ki, hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var. Həm Bakıda, həm başqa şəhər və rayonlarında, məktəblərdə, uşaq bağçalarının binalarında, hərbi hissələrinin ərazilərində, yataqxanalarda. Bu məsələlər tədricən öz həlli tapacaq. Bu il 20 min köçkün yeni mənzillərlə təmin ediləcəkdir. Bu qəsəbədə isə 3500-ə yaxın məcburi köçkün yaşayacaqdır. Bu əslində bir şəhərcikdir və bütün bu görülən işlər bir də onu göstərir ki, məcburi köçkünlərin problemləri daima diqqət mərkəzindədir. Bugünə qədər 140 min məcburi köçkün yeni evlərə, mənzillərə köçürülmüşdür. Yəni bu böyük bir işdir. Böyük bir, elə bir ki, yeni bir, böyük bir şəhər salınmışdır. Onu da bilməliyik ki, dünyada ən çox qaçqın, köçkün olan ölkə Azərbaycandır. Azərbaycanın əhalisi artır, ancaq eyni zamanda məcburi köçkünlərin də sayı artmaqdadır. Çünki 92-ci ildə onların sayı 1 milyon idi, indi isə artıq 1 milyon 100 min, bəlkə də 1 milyon 200 min məcburi köçkün var. Əlbəttə ki, bu böyük bir maliyyə vəsaiti tələb edən məsələdir. Ancaq yenə də deyirəm, nəzərə alsaq ki, Azərbaycanda sosial siyasət çox uğurla aparılır və birinci növbədə ən böyük vəsait məcburi köçkünlərin problemlərinin həlli üçün nəzərdə tutulmuşdur. Gələcək illərdə də bu siyasət davam etdiriləcəkdir. Olar bilsin ki, gələcək illərdə daha da böyük məbləğlər ayrılacaqdır. Amma onu da bilməliyik ki, keçən il Dövlət Neft Fondundan bütün dövrlərdə ən böyük məbləğ ayrılmışdır. 300 milyon manat, əvvəlki illərdə 100 milyon, 200 milyon, yəni keçən il 300 milyon manat, bu ildə 300 milyon manat təkcə Neft Fondundan ayrılmışdır. Eyni zamanda ilin əvvəlində Prezidentin Ehtiyat Fondundan da 14 milyon manat təxirə salınmaz tədbirlərin görülməsi üçün nəzərdə tutulmuşdur, ayrılmışdır. İstisna deyil ki, il ərzində yenə də Ehtiyat Fondundan bu məsələlərə vəsait ayrılacaq. İndi Azərbaycan iqtisadiyyatı o qədər sürətlə inkişaf edir ki, bizim o qədər də böyük maliyyə problemlərimiz yoxdur. Ancaq ölkə qarşısında duran problemlər çoxdur və biz bunları həll edirik. Əlbəttə ki, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması onların arasında ən böyük diqqətə layiq olan məsələdir. Ancaq digər məsələlər də var, infrastruktur layihələri, abadlıq, quruculuq işləri, yenidən qurma işləri. Dövlət büdcəmizin həcmi artır, amma xərclər də artır və bu məsələləri uğurla həll etmək üçün hələ biz çox işləməliyik. Ancaq bugün bir mənzillə tanış olarkən məcburi köçkünlə söhbət əsnasında qeyd elədim, bir də demək istəyirəm ki, bu müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğalçılardan azad olunandan sonra biz bundan da gözəl binaları, evləri tikəcəyik. O cümlədən Zəngilanda da və digər işğala məruz olan rayonlarda bundan da gözəl şərait yaradacaq. Yəni, məcburi köçkünlərin yerləşdirilməsi və köçürülməsi prosesi onu göstərir ki, biz bu imkanlara malikik. Əgər biz 140 min köçkünü artıq yerləşdirə bilmişiksə və hər il 20 min köçkün yeni evlərlə təmin edilirsə, deməli, işğaldan azad olunandan sonra biz tezliklə bütün şəhərləri bərpa edəcəyik. Evləri tikəcəyik, şərait yaradacağıq. Mən buna əminəm, buna şübhə etmirəm. Və Azərbaycanın artan maliyyə, iqtisadi qüdrəti bunu mümkün edəcəkdir.
O ki qaldı əsas məsələnin həllinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə Azərbaycan mövqeyi bir mənalıdır. Bu mövqe həm tarixi ədalətə, eyni zamanda beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, qeyd-şərtsiz. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bütün hal-hazırda işğal altında olan torpaqlar tarixi torpaqlarımızdır və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu deməyə əsas verən bir çox amillər vardır. Onların içində həm hüquqi, həm siyasi, həm tarixi, həm də iqtisadi amillər vardır. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və tanımayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bütün beynəlxalq təşkilatlarda qəbul edilmiş qətnamələr bunu göstərir. Yəni, bu məsələnin həlli üçün əsas hüquqi və siyasi şərtlərdir. Və eyni zamanda bölgədə qüvvələr nisbəti bizim xeyrimizə artıq dəyişmişdir. Bugün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Ermənistan isə ildən ilə tənəzzülə uğrayır. Bizim əhalimiz artıq 9 milyon 300 mindir. Ermənistanın əhalisi, hətta onların rəsmi statistik məlumatlarına görə ildə hardasa 100 minə qədər azalır. Ona görə mən deyəndə ki, mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mən bu amillərə əsaslanaraq. Ancaq eyni zamanda mən də, hər birimiz də çox istəyirik ki, bu məsələ tezliklə öz həllini tapsın. Biz çox istəyirik ki, təxirə salınmaz tədbirlər görülsün ki, işğala son qoyulsun. Əfsuslar olsun ki, dünyada mövcud olan ikili standartlar, ikili yanaşma məsələnin həllinə imkan verir. Münaqişənin birinci mərhələsində demək olar ki, Ermənistanla Azərbaycan arasında hərbi və iqtisadi sahədə paritet mövcud idi. Ancaq bu pariteti biz artıq dəyişdirə bilmişik. Bugün fərq çox böyükdür. Və fərq böyüdükcə beynəlxalq təşkilatlardan və bu məsələlərlə məşğul olan ölkələrdən yeni mesajlar gəlir. Məsələ yalnız sülh yolu ilə öz həlini tapmalıdır, başqa yol ola bilməz. Ermənistan bizim torpaqlarımızı hərb yolu ilə işğal edir. Və o vaxt bu işğalın nəticələrini aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Onların heç biri 20 ildir ki, icra edilmir. Necə ola bilər ki, hansısa bir başqa məsələ ilə bağlı qətnamə qəbul edilir və dərhal icra edilməyə başlayır bir gün ərzində. Amma bizə gəldikdə 20 ildir ki, məsələ öz həllini tapmır və ancaq məsələnin sülh yolu ilə həll edilməsini biz eşidirik. Nəyə görə? Ona görə ki, ikili standartlar var. Bizim tam hüququmuz var və beynəlxalq hüquq bizə bu imkanları tanıyır ki, istənilən yolla öz ərazi bütövlüyümüzü biz bərpa edək. BMT-nin nizamnaməsində bu müddəalar var ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün imkanlardan istifadə etməli. Helsinki yekun aktında ölkələrin ərazi bütövlüyü prinsipi hər bir başqa prinsipdən üstündür. O cümlədən ölkələrin xalqlarının qəddaratını təyin etmə prinsipindən üstündür. Ancaq ədalətsizlik, ikili standartlar, erməni lobbisi və onun dünyadakı havadarları, bir də ki, vasitəçilərin passivliyi deyə bilərəm ki, məsələnin həlli üçün lazımi şəraiti yaratmır. Ancaq buna baxmayaraq, biz öz siyasi və diplomatik səylərimizi davam etdirəcəyik. Daha da böyük əzmlə, iradə ilə beynəlxalq təşkilatlarda öz fəaliyyətimizi daha da fəallaşdıracağıq. Eyni zamanda ordu quruculuğu işində daha da ciddi addımlar atılacaqdır və iqtisadi və regional məsələlərdə Ermənistanı indiki vəziyyətdə təcrid etmiş vəziyyətdə saxlamaq üçün bütün imkanlardan istifadə edəcəyik. Və əminəm ki, bu kompleks tədbirlər nəticəsində və ölkəmizin artan qüdrəti
hesabına biz öz ərazi bütövlüyümüzü tezliklə həll edəcəyik. Bir də demək istəyirəm ki, məndə heç bir şübhə yoxdur ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq, o cümlədən Zəngilana da qayıdacağıq, Qarabağa da qayıdacağıq. Şuşaya da qayıdacağıq və Azərbaycan bayrağı bütün bizim şəhərlərimizdə dalğalanacaqdır. Buna şübhəm yoxdur. Sadəcə olaraq hamımız istəyik ki, bunu tezliklə həll edək və tezliklə sizi öz doğma torpağınıza göndərək və orada sizin üçün gözəl binalar, evlər, qəsəbələr, şəhərlər salaq. Bir də, əziz dostlar, sizi bu gözəl hadisə münasibəti ilə ürəkdən təbrik edirəm. Eyni zamanda bu qəsəbədə Zəngilan İcra Hakimiyyəti üçün inzibati bina dikilmişdir. Mənə Əli Həsənov deyir ki, əvvəllər ümumiyyətcə inzibati bina yox idi. Ancaq burada bir mərkəz yaradılıbdır və müvəqqəti də olsa burada yaxşı yaşamaq, qurumları da burada olacaq, yaxşı yaşamaq mümkün olacaq. Bir daha sizi təbrik edirəm. Təbrik edirəm sizi, təbrik edirəm. Gözəl qəsəbədir, gözəl mənzildir. İşğaldan sonra köçkünləri yataqxanalara, çadır şəhərciklərə köçürmüşlər. Və uzun illər siz burada yaşamışsınız, çətin, ağır şəraitdə, amma indi dövlətin imkanları genişlənir və dövlət siyasəti bu istiqamətdə məqsədyönlü şəkildə aparılır. Ona görə bütün köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması prioritet məsələdir. Belə qəsəbələrin sayı çoxdur. Keçən il Müşfiqabaddan buna bənzər bir qəsəbənin açılışından iştirak etmişəm. Bu il artıq bu gözəl qəsəbə istifadəyə verilir. Bundan sonra da olacaq, Mingəçevirdə olacaq. Ona görə bu proses davam edir və artıq burada rahat yaşamaq mümkün olacaq. Ancaq bu yenə də deyirəm, müvəqqəti yaşayış yeridir. Əsas məsələ öz həllini tapandan sonra, torpaqlarımız işğalçılardan azad olunandan sonra Zəngilanda, digər şəhər və rayonlarımızda bundan da gözəl evlərimiz tikəcəyik. Çox sağ olun, Cənab Prezident. Bizə belə bu gözəl şərait yaratdığınız üçün, bizə göstərdiyiniz qayğı üçün, bütün köçkünlər adından, öz ailəmiz adından, öz adından sizə təşəkkür edirəm. Sizə uzun ömür, can sağlıq arz edirəm. Qarşıdan prezident seçiləcəyi, sizin prezident naməliyyətinizi biz bütün köçkünlər hamımız dəstəkləyəcəyik. Bizim əlbəttə yaşadığımız şərait indi çətin bir vəziyyətdə, şəraitdə yaşamışdır. İndi şükürlər, gözəl binalar tikilir, gözəl otaqlar bəxş etmişsiniz bizə və ona görə sizə minnətdar təşəkkür edirik. Hər şey ardıcıllıqla öz həlini tapır və əlbəttə ilk növbədə çadırda yaşayanların biz problemlərini həll etmişik. Onlar daha da ağır vəziyyətdə uzun illərdir ki, yaşamışlar. Sonra Fin qəsəbələri qalır, yataqxanalar, uşaq bağçaları, məktəblər. Onu da edəcəyik. Həm indi dövlətin də imkanları var və ən önəmlisi dövlət siyasəti var. Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır və sosial cəhətdən ən az müdafiə olunan təbəqə, yəni məcburi köçkünlərin problemlərinin həlli prioritetdir. Dəfələrlə Ulu Öndər də bəyan etmişdir, mən də bundan böyük prioritet ola bilməz. Və artıq bu qəsəbə özlüyündə bir göstəricidir. Bu eyni zamanda yeni bir yanaşma tərzidir. Yəni, əvvəllər xüsusilə rayon yerlərində indi də fərdi evlər tikilir. Ancaq siz şəhər şəraitində artıq 20 ildə yaşayırsınız və burada şəhər tipli evlərin tikintisi məqsədə uyğun olur. Evlər də hamısı çox gözəl, qəsəbə də belə gözəl planlaşdırılmışdır. Şəhərcikdir. 3500-ə qədər burada yaşayacaq insanlar rahat yaşayacaqlar. Tibb məntəqəsi, məktəb, uşaq bağçası, bütün burada baxıram, istilik sistemi də var. Bəli, ataplen, isti işıq, su tərbiyəli. İş yerləri ilə bağlı işləyirsiniz. İndi özüm təqaüd deyəm, mən işləmişim. Təqaüd alırsınız. Prezident, uşaqlar necə?
Uşaqlar işləyirlər. Tapşırığınız oldu ki, elə yer seçin ki, iş yerləri itirilmir. Yəni bir problem həll olursa, o birisi yaranmaz. O cürdə olunur, o cürdə icra olunur. İndi yeni yollar tikilir, dairəvi yol, ondan sonra Bakı-Sumqayıt yolu. Buradan gəlib keçirilir. Bəli. Hələ Masazırın Bəli. yolu da yenidən tikilibdir. İndi beynəlxalq qurumlar da bunu qeyd edir ki, Azərbaycanda bu məsələyə göstərilən diqqətlə yanaşma bütün başqa ölkələr üçün də nümunədir. Çünki beynəlxalq təşkilatların rəhbərləri, nümayəndələri, xarici dövlətlərin nümayəndələri vaxtaşırı qəsəbələrə gəlir, tanış olurlar və xüsusilə qaçqınlarla bağlı olan məsələlərə cavabdeh olan şəxslər də bir mənalı qaydada deyirlər ki, Azərbaycanda bu məsələ ən yüksək səviyyədə həll olunur. Yəni, belə evlər, belə qəsəbələr heç bir ölkədə tikilmir. Dünyada bir çox ölkələr var ki, orada qaçqın, köçkün problemləri vardır. Ancaq bu problemlərin ən uğurlu həll etmə, necə deyərlər, metodu Azərbaycandadır. Görürsünüz də, dünyada Yaxın Şərqdə, başqa yerlərdə məcburi köçkünlər böyük problemlərlə üzləşirlər. Yüz minlərlə indi məcburi köçkün yaranır. Azərbaycanda bu məsələnin bu dərəcədə düşünülmüş qaydada həll edilməsi o ölkələr üçün də bir yol göstərir. Bu cürə bu məsələlər həll olunmalıdır. Və burada söhbət təkcə binaların tikintisi ilə məhdudlaşmır. Kompleks şəkildə biz baxırıq bu məsələlərə. Ondan sonra yardımlar, ondan sonra hər köçkünə ayrılan vəsait, iş yerləri. Ölkə əhalisini nəzərə alsaq, ən çox qaçqın olan ölkə Azərbaycandır. Bizdə 1 milyon qaçqın köçkün var. Doğrudan da böyük problemdir, ancaq biz problemi həll edirik və həll edəcəyik. Ancaq yenə də deyirəm, bu müvəqqəti bir məkandır. Şübhə yoxdur ki, biz o torpaqlara qayıdacaq, bizim tarixi, əzəli torpaqlarımızdır. Və indi Ermənistan-Azərbaycan münaqişəsi öz həllini mütləq tapmalıdır. İki ölkə arasındakı olan qüvvələr nisbəti bizim xeyrimizə dəyişmişdir. Və tarixin inkişafı, gedən proseslərin inkişafı onu göstərir ki, biz mütləq öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Yəni, mənim buna heç bir şübhəm yoxdur. Baxın, Azərbaycanın, Ermənistanın göstəricilərinə nəzər salın, istənilən sahədə müqayisə edilməz dərəcədə biz onlardan üstünük. İqtisadi, siyasi, ondan sonra sosial məsələlərin həllində, bütün məsələlərdə, ordu quruculuğu işində. Əlbəttə, biz istəyirik ki, məsələ tezliklə öz həlini tapsın, amma bu prinsiplər var. Bu prinsiplər beynəlxalq hüquq normaları əsasında ölkələrin ərazi bütövlüyü çərçivəsində bu məsələ öz həlini tapmalıdır və tapacaq. Və tarixin inkişafını heç kim dayandıra bilməz. Tarixin inkişafı, bölgədə gedən işlərin inkişafı onu göstərir ki, Azərbaycanla rəqabət aparmaq üçün Ermənistanda heç bir imkan yoxdur. Nə maliyyə, nə iqtisadi, nə hərbi resursları yoxdur. İnsan resursları yoxdur. Biz isə ardıcıllıqla bu məsələnin həlli üçün bütün lazım tədbirləri görürük. Eyni zamanda müvəqqəti olaraq köçkünlər üçün belə gözəl imkanları yaradırıq. Bir daha təbrik edirəm. Çox sağ olun. Mən də arzu edirəm ki, sizi Zəngilanda Allah öz torpağınızı alır. Sağ olun. Sağ olun. Çox sağ olun.